Salam, hörmətli izləyicilər. 1957-ci il aprel ayının 9-da Sovet radio mühəndisi Leonid Kupranisnikov özünün dünyada ilk telefon ixtira etdiyini deməli cəmiyyətə bəlli elədi, cəmiyyətə nümayiş etdirdi. Belə ki, onun ilk olaraq ixtira etdiyi telefonun adı LK1 adlanırdı. Ağırlığı 3 kiloqram idi, tutma məsafəsi 30 kilometr idi. Batareykası isə 20-30 saat ərzində dəyişilmədən işləmək qabiliyyətinə malik idi. 1958-ci ildə isə Leonid Kupranisnikov bu telefonu təkmilləşdirdi və onun ağırlığını 500 qrama yendirdi və 58-ci ildə Moskvada keçirilən bir sərgidə qərb jurnalistləri də orada idi və onların gözü önündə həmin telefonu nümayiş elətdirdi və jurnalistlər özləri də gördülər ki, həqiqətən 30 kilometr məsafədə istənilən adamla deməli danışmaq olur, heç bir əlaqə, heç bir naqil olmadan. 1961-ci ildə Leonid Kupranisnikov yenidən təkmilləşdirmə yolu ilə həmin telefonun ağırlığını 70 qrama yendirdi. Bu sahəyə görə Leonid Kupranisnikov deməli müəllif hüququ sertifikatı alsa da Sovet İttifaqı bu telefonun istehsalına nədənsə hələ də gizli olaraq qalır, icazə vermədi. Və 1973-cü ildə bildiyiniz kimi Amerika Birləşmiş Ştatlarında Motorola şirkətində Cooper adlı bir şəxs tərəfindən telefon ixtira olundu. Həmin telefonun ağırlığı 700 qramdan bir az artıq idi, qiyməti də $3500 idi. Bəzi məlumatlarda da var ki, həmin dövrdə sənaye cəsusluğu sayəsində həmin deməli Leonid Kupranisnikovun ixtira etdiyi telefonun sirləri Amerika Birləşmiş Ştatlarına ötürülmüş və onlar da həmin telefonu orada yarada bilmişlər. Çox sağ olun, kanalıma abunə olmağı unutmayın.